44 qızıl, 4 gümüş, 2 bürünc medal, 300-ə yaxın sertifikat və kuboklar. Bunlar 11 yaşlı Salyan məktəblisi Aylin Babayevanın qazandığı uğurlardır. Onun ən böyük nailiyyəti isə yayda okeanın o tayında keçiriləcək riyaziyyat fənni üzrə olimpiyadaya vəsiqə qazanmağıdır. Aylin bu olimpiyadaya ötən il Bakıda keçirilən yarışda mümkün 96 baldan 89-nu toplamaqla iştirak hüququ əldə edib. Mat qızıl və kod qızıl olimpiyadası idi. Orada 44 ölkədən iştirak edirdilər. Suların çətin olmasına baxmayaraq mən həmin bu 44 ölkə arasında 2-ci yeri tutmuşdum. Sonra isə məni ABŞ-də Boston şəhərində Azərbaycanı təmsil etməyə dəvət etdilər. İnşallah yay aylarında ilk öncə Azərbaycanı ABŞ-nin Boston şəhərində, sonra isə Singapurda təmsil etmək istəyərəm. Aylin 5-ci sinif şagirdidir. Çuxanlı kəndində yaşasa da Salyan şəhər tam orta məktəbində təhsil alır. Yayın istisinə, qışın qarına çovğununa baxmayaraq təhsil almaq üçün hər gün 10 kilometrə yaxın yol qət edir. Yerli və beynəlxalq yarışların qalibi olan məktəbli bu cür olimpiyadaların onda stimul yaratdığını deyir. 4-cü sinifdən artıq beynəlxalq olimpiyadalara iştirak etməyə başlamışam. İlk öncə EMO olimpiyadası var idi. Amerika Matematik Olimpiyat. Orada iştirak etmişdim və gümüş medal layiq görülmüşdüm. Sonralar yenə VMTC World Matematik Championship adında imtahan var idi. Həmin imtahana iştirak etdim. Orada da 2-ci yerə tutmuşdum. Növbəti hədəfinə çatmaq üçün Aylin indidən ciddi hazırlaşır. Ona bu yolda valideynləri ilə yanaşı müəllimləri də dəstəkdir. Onun riyazi qabiliyyətini dərslikdə olan bütün çalışmaları müstəqil surətdə həll edə bilirdi. Hər hansı bir çətin tapşırıq olsa da tez başa düşür, yerinə yetirir. Hətta kənar kitablardan və durmadan da onun bu qabiliyyəti inkişaf edirdi. Əzmkarlığı sayəsində yorulmadan çalışan qızcığaz riyazi bacarıqlarının mükəmməl olmasına baxmayaraq gələcəkdə həkim olmaq niyyətindədir.